Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar. Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat şöbəsindən verilən məlumata görə ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı həlak olub, itkin düşüb və ya yaralanıb. Bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib. Aparılan araşdırmalarla Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnuroğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycanda cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanuna uyğun şəkildə təmin ediləcək. Xatırladaq ki, mövcud halla bağlı Baş Prokurorluq da məlumat vermişdi. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədi ilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmək cinayət hesab olunur. Bu əməllərə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır. Yəni bu istər hansısa bir dövlətin silahlı birləşmələrində olsun, istər qeyri-qanuni silahlı birləşmələrdə olsun, qanun bütün hallarda bunu qadağan edir. Buna görə də son vaxtlar Rusiya-Ukrayna müharibəsində Azərbaycanlıların hər iki tərəfdən iştirak etməsi ilə bağlı yayılan məlumatlar, foto şəkillər, yəni artıq cəmiyyətimizi narahat etməyə başlayır. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu cür silahlı birləşmələrdə iştirak etmiş şəxslərin həbs edilməsi ilə bağlı verilən məlumatlar tam qanunvericiliyə uyğundur və belə hesab edirəm ki, bu digərləri üçün həm də bir örnək və dərs olmalıdır ki, gələcəkdə belə qanunsuz birləşmələrdə, silahlı birləşmələrdə və yaxud da ki, Azərbaycan qanunları ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək son nəticə etibarilə həbslə nəticələnəcək və onlar qanun qarşısında cavab verəcəklər. Xarici dövlətlərin ərazilərindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir. Üstəlik, burada diqqətdə saxlanılmalı daha bir məqamsa, Azərbaycan qanunvericiliyinin BMT və Cenevre konvensiyaları ilə bərabər mövqedə olmasıdır. Azərbaycan qanunvericiliyi mövqeyi beynəlxalq yanaşma ilə üst-üstə düşür. Burada iki əsas sənədi misal çəkmək olar bu məsələ ilə bağlı. Birincisi BMT-nin 1989-cu il muzlu döyüşçülərin cəlb edilməsi, maliyyələşdirilməsi və istifadəsinə qarşı konvensiyasıdır. Həmin konvensiya muzlu döyüşçülərin istənilən silahlı münaqişələrdə iştirakını qadağan edir, qanunsuz hesab edir. Və eyni zamanda dövlətlərə belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması öhdəliyi qoyur. Maddi maraq, vətəndaşlıq vədi və sair vədlə və sair təminat ümumiyyətlə beynəlxalq hüquqda qanuni əsas sayılmır, legitim əsas sayılmır. İkinci əsas sənəd isə Cenevre konvensiyaları və onların əlavə protokollarıdır. Həmin konvensiya ilə də, əlavə protokollarla da bu cür şəxslər, bu cür şəxslərin məsuliyyətə cəlb olunması öhdəliyi dövlətin üzərinə qoyur. Yəni belə şəxslər tutulduqla, dövlətlər onları həmin bu konvensiyaya uyğun olaraq da cinayət məsuliyyətinə cəlb edirlər. Qeyd edək ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir. Heç bir maddi maraq vətəndaşların həyatından, azadlığından, gələcəyindən daha əhəmiyyətli ola bilməz. Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isə hər bir azərbaycanlının mənəvi və hüquqi məsuliyyətidir. Cavid İmaməliyev, Sevda Xanaliyeva, Real.